Sığortam yoxdur, maraqlanmamışam. 10 ildən artıqdır mən bütün növ sığortalardan istifadə edirəm. İnsanlarımız bir növ inamsızlıqla yanaşırlar bu sığorta məhsullarını almağa. Sığorta hər kəsin gündəlik həyatda eşitdiyi sözlərdən biridir. Həyatımızın bir çox sahəsinə təsir edən sığorta həm fərdi, həm də sosial təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. O barədə heç düşünməmişəm ki, özümü sığorta eləyim. Çox yaxşı olardı ki, bu sığortanı hər kəsin, fərdin vətəndaşlıq kimlik nömrəsinə görə elə sistemə girsinlər, istənilən xəstəxana, istənilən yerdə, istənilən həkiminə qəbuluna düşə bilsinlər. Şəxsi sığorta yoxdur da, yəni gətirməmişəm. Bir çox insanlar hələ də sığorta məhsullarına şübhə ilə yanaşır. Hətta icbari sığortanı yalnız qanuni öhdəliyə görə alırlar. Bu, xüsusilə avtomobil və əmlak sığortası kimi icbari məhsullarda özünü göstərir. Keçən il üçün artıq sığorta məhsulları üzrə satışda rekord məbləğ 1 milyard manatı keçən məbləğ yığılıb və bu yığım artmaqda davam edir. Böyük əhali arasında sığorta şirkətlərinə müəyyən bir inamsızlıqlar var. Bu da ondan irəli gəlir ki, müxtəlif hallarda insanlarımız düzgün ya qeyri-düzgün olaraq sığorta şirkətləri tərəfindən onların istəkləri tam təmin olunmur. Sığortaya tərəddüdlə yanaşanlar olsa da, bundan faydalananlar da var. Eldar Məmmədov illərdir bütün növ sığortalardan istifadə edir. Hardasa 3 ildən artıqdır konkret olaraq görsənir bu bizim sığorta bazarında konkret müsbət tərəfləri çoxdur. Çünki əvvəl adi kaskoya icbari sığortadan istifadə eləyəndə bəzi problemlərlə rastlaşırdıq. Misal üçün, gec ödəmə, pis qiymətləndirmə, bu problemlər artıq biz görmürük bütün növ sığortada. Qiymətləndirmə də yaxşı olur, vaxtında da ödəniş də olunur. Son zamanlar həyat sığortası cəmiyyətdə çox geniş yayılmağa başlayıb. İşə götürənlərin məsuliyyətidir ki, öz işçisini hər hansısa bir bədbəxt hadisədən sığortalasın. Hər bir işçi həm öz iş yerində həyatını sığortalamalıdır. Bundan əlavə həyatın yığım sığortası var ki, o müxtəlif ödənişlərlə bu həmçinin işçilər üçün o dərəcədə faydalıdır ki, həmin yığılmış vəsait müəyyən müddətdən sonra heç bir sığorta hadisəsi baş verməzsə, bu halda həmin işçinin özünə qaytarılır. Nəticə etibarilə sığorta təkcə hüquqi öhdəlik deyil, həyatımızı daha təhlükəsiz hiss etdirən bir vasitədir. İnsanlarımızın sığorta məhsullarına inamını artırmaq üçün sığorta şirkətləri, ekspertlər və dövlət qurumlarının üzərinə mühüm vəzifələr düşür. Bununla belə ən başlıcası odur ki, fərdlər riskləri dərk edərək özlərini və əmlaklarını qorusunlar.